balığının qarın aortasında axan qan göl qurbağasında. Yəni biz xanı balığının qarın ortasında axan qanı tapaq. Qarın aortasında xanı balığının axan qan ürəyindəki qandır və ürəkdə də venoz qan olur. Çünki bir qan dövranı var burada. Ümumi qan dövranıdır. Ürəkdə venoz qan olur və oradan çıxır qarın aortası venoz qan və o qəlsəmələrə aparırdı qanı təmizlənsin. Arterial qan bel aortası arteriyasında olacaqdır. Biz göl qurbağasının qan damar sistemində bilməliyik. Yəni venoz qan harasında olur göl qurbağasının? Bunu tapmalıyıq. Ağciyər venasında axan qan. Ağciyər venasında artıq ürəyə gəlir, ağciyərdən qayıdırdı və bu arterial qan olar. Venoz qan olmaz. Kiçik qan dövranında ürəkdən çıxan qandır. Bu düzgün cavabdır. Çünki venoz qandır. Ürəkdən çıxan qan ağciyərə gedir deyək ki. Baş beyinə gedən qan arterial qandır. Bu da olmaz. Ağciyər arteriyasında axan qandır. Bəli. Ağciyər arteriyasında venoz qan axır ki, ağciyərə gedir təmizlənsin. Bu da düzgündür. Mədəsindən ürəyə gələn qandır. Mədə orqandır. Təbiidir ki, ürəyə gələn qandırsa burada venoz qan olacaqdır. 2, 4, 5. Düzgün cavabımız budur.